Biz Vətən müharibəsinin qəhrəmanı kapitan Cavid Mahmudov, Hilaloğlu. Allah səni var eləsin. Qarşında baş ərik. Bu günləri... Gəl içəri. Yox, vaxt yoxdur, gedirik. Allah çaylat var. Yox, başladım. Beynəlxalq Qadınlar Bayramı münasibətilə bugün yəni sizin övladlarınızın canı qanı bahasına bu azadlığı əldə etmişik. Ona görə də bizlərin borcudur ki, sizləri təbrik edək, sizlərin yanında olaq, bir cavid olaraq, yerin verə bilməsək də, yəni bir vətən oğlu kimi sizlərin yanındayıq. Hədiyyəmiz belə böyük hədiyyədir. Çox sağ olun. Siz sahib gəlibsiniz, sağ olun. Elə siz mənim üçün hədiyyəsiniz. Sahibsiz çıxsınız, gəlibsiniz. Cavidin anasını, o bir şəhidlərin anasını. Bəli, bir gəlir. Hə, o izləyirdim orada. Gəlir. Gəlibsiniz, çox sağ olun, var olun. Allah siz can sağlığı versin, uzun ömür versin. Təşəkkür edirəm. Əlbəttə ki, Cavid dünyamı parçaladı, getdi, qaladı. Amma yenə sizlər gəlirsiniz, yoxlayırsınız bizi, sağ olun. Borcumuzdur. Ve günün birinci yarısından başlamışıq. Gör elə yüklüyürdün oradan, çəkmə orasını. Neynə qoy danışdın, yenə çək. Elə yüklüyürdün da başına, oradan baxmışsan. Bəli, elə oradan başlamışıq. Var olasan, qarşında baş əyir. Bizə cizə versən, gedək növbədən alalım. Allah gedək çay. Təşəkkür, var olasan. Allah sizi var olsun. Sağ olun, mən balım.